Yaşıdlarına baxırsan və özünü bir çox məsələlər üçün gecikmiş hiss edirsən. Gəl bunlara baxaq. Gecikmişlik hissi bir çoxumuzda var və bunun altında bəzi məqamlar yatır. Hansı ki, bizə dayatılan bəzi məsələlər var. Hansı ki, əvvəlcə universitet oxumalısan, 21 yaşında, 20'li yaşlarda bitirdin, işə düzəlməlisən və sonra mütləq şəkildə ailə həyatı qurmalısan. Və ya da ki, 30 yaşına qədər sən uşağın olmalı, artıq sənin yaşın keçir, vaxt keçir, mütləq şəkildə sənin ailən olmalıdır kimi bu kimi cümlələrə məruz qalmışıq və həmin bu cümlələri şərtləndirmələr bizdə nəyi algılayır? Gecikmişlik hissini. Hansı ki, biz bəzi normalara sanki uyğun olmadığımızı hiss edirik. Hansı ki, bəzi çərçivələr, normalar var və o normalara uyğun olmadığımızı bir növ hiss etdiyimiz üçün gecikmişlik hissi arxa fonda baş verir. Və biz düşünürük ki, bir çox şeylərə gecikmişik. Burada bunu demək istəyirəm ki, sənin öz həyatın, öz bir növ həyat yolun var və seçimlərin var eyni zamanda. Və burada sorğulamalı olduğun bir məqam var ki, bir neçə məqam var ki, hətta həyatımda nələr mənə uyğundur? Mən nələri həqiqətən istəyirəm? Hansı ki, bunu valideynimin, ətrafın sevgisini qazanmaq üçün deyil, məhz özüm üçün istəyirəm.